Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu gün hazırladığım belə bir gözəl, asan bir tortun hazırlanmasını sizlərlə də bölüşürəm. İnşallah siz də yararlanarsınız. Tortumuz yubiley tortudur. 30 illik üçün hazırlamışam xanımlar. Ailəlik dönümü 30 il olduğu üçün qızları bu möhtəşəm tortu mənə həvalə etdilər. Tortun tərkibi maloçni devoçkadır, südlü qız, içərisinə malina konfetüsü əlavə etmişəm və tvarojnu kremdir. İndi isə tortun kənarlarını yüngül krem çəkirəm və üst hissəsini isə ideal formaya salıram. Tortu yüngül qanaşlamışdım da, axşamdan yığmışam xanımlar. Tortun 35-in 40 diametrli formada hazırlamışam. Çəkisi 4 kilodur. Hündürlüyü 12 santimetrdir. Xanımlar, videoya axıracan qulaq asın. Bütün xırdalıqları izah edirəm. Belə bir yarpaq formasında uculuqdan istifadə edirəm. Nömrəsi yoxdur. AliExpress'dən almışam. O da bu uculuqlarımın nömrəsi yoxdur. Və sıx-sıx bir-birinə keçirdərək belə bir kənarlarına krem vururam. Hər bir tərəfinə gördüyünüz kimi vurdum. İndi isə üst hissəsinə ulduz formasında uculuqdan istifadə edirəm. Üst hissəsinə belə bir dairəvi kənarları ilə keçirdirəm. Kremlə işləməkdə biraz səbir tələb edir. Xanımlar, o da tələsmədən oval formasında gətirirsiniz və yumurlayırsınız. Dörd bir tərəfini edirik, hər bir tərəfini. Artıq hazırdır. İndi isə kənarlarına da eyni bərabərdə, eyni uculuqdan dörd bir tərəfinə də yenə eyni qaydada vururuq. Xırda-xırda, bu dəfə biraz ondan kiçik ölçülü vururuq. İndi isə şəkli tortun orta hissəsinə yerləşdirirəm. Alt hissəsinə şokolad vurdum. Düzdür, məndə ərimir, ancaq hər ehtimala qarşı həmişə də yazırsınız ki, sizdə əriyir. Odur ki, alt hissəsinə nazik şokolad vurun. İşte tortun kənarlarına xırda-xırda yenidən, şəklin kənarlarına xırda-xırda yenidən balaca ulduzlar vurub kənarlarını örtürük. İndi isə güllərini düzürük xanımlar. Yəni bu mən süni gül düzdüm. İstəsəniz mastikadan da etmək olar. Prosto onsuz da tortun çəkisi ağır gəldiyi üçün müştəri dedi ki, süni güldən də istifadə edə bilərsiniz. Gülləri isə qızılı kandürünlə rəngləyirəm. Budur, belə bir möhtəşəm gözəllik alındı. Eyni qaydayla güllərin yarpaqlarını da qızılı kandürünlə rəngləyirəm. Həm tez başa gəlir, həm də çox səliqəlidir xanımlar. İnşallah siz də hazırlayın və özünüz də görəcəksiniz ki, necə gözəl səliqəli görsənir. Yavaş-yavaş xanımlar, bu videonun da axır hissəsinə gəlib çıxırıq. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Allah'a əmanət olun. Yeni videolarda inşallah görüşənə qədər hələlik.